Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Show biznes dəyərdən düşüb. Dəyər deyilən bir şey yoxdur. Hörmət deyilən nəsə yoxdur. Hər dəfə hansısa bir verilişə baxanda məyus oluram. Heyif deyirəm. Bu sözləri aparıcı Afaq Gəncəli mədəni show proqramında deyib. O hazırda gedən proqramları tənqid edib. Bizim vaxtilə etdiyimiz, hazırladığımız sujetlərə heyif. Qarşıma əyləşən müğənnini layiqincə tamaşaçıya təqdim edirdim. İndi nə vəziyyətdədir? İndi də onları edirəm. Amma digərləri o qədər çoxdur ki, mənim etdiyim görünmür. Mən palaza bürünüb ellə sürünməyi sevmirəm. Hamı kimi olmaq istəmirəm.